Salam əziz müəllimlər, xoş gördük hər birinizi. Sertifikasiyanın müsahibə mərhələsinə hazırlaşan müəllimlərimizə dəstək məqsədi ilə növbəti qəbul tipli müsahibə mövzularının izahını təqdim edirəm. İzaha keçməmişdən əvvəl nəzərinizə çatdırım ki, hər birinizə müsahibə mərhələsində psixoloji suallar təqdim olunacaq. Əgər bugün izah edəcəyim öyrənmə tərzləri mövzusunu aydın şəkildə başa düşsəniz və sona qədər izləsəniz, əmin olun ki, psixoloji sualların bir neçəsinə cavab tapmış olacaqsınız. Gəlin baxaq görək öyrənmə tərzləri nədir? Əziz müəllimlər, hər bir şəxsin müxtəlif öyrənmə tərzi var. Yəni ki, insanlar müxtəlif yollarla öyrənirlər. Öyrənmə tərzləri yadda saxlamaq lazımdır ki, 4 cürdür. Gəlin baxaq görək öyrənmə tərzləri hansılardır? Baxın, burada PDF-də sizlər üçün əyani şəkildə göstərəcəyəm. 4 cür öyrənmə tərzi var. Vizual, birinci gəlir vizual, ikinci gəlir audial, üçüncü gələcək kinestetik, dördüncü gələcək oxuyub, yazaraq öyrənmə. Ola bilər ki, sual verərsiniz ki, müəllim, biz bunları müsahibədə ardıcıl deməliyik. Xeyr, ardıcılığa ehtiyac yoxdur. Sadəcə yadda saxlamaq üçün, daha yaxşı yadda qalması üçün vako sözündən istifadə edin. Yəni, vako sözü açar söz olsun. Sizdən soruşsalar ki, öyrənmə tərzləri hansılardır? Ola bilər həyəcanlanarsınız, unudarsınız, tez vako sözünü yada salın. Vizual, audial, kinestetik və oxuyub, yazaraq öyrənmə. Yəni ki, öyrənən insanlar, şagirdlər, istərsə də kim olur olsun fərqi yoxdur, öyrənmədə 4 dənə tərzdən istifadə edəcək. Vizual, audial, kinestetik və oxuyub, yazaraq öyrənmə. İndi gəlin, əziz müəllimlər, baxaq görək birinci növbədə öyrənmə tərzi deyiləndə nəzərdə tutulur. Baxın, tutaq ki, sertifikasiyanın imtahan mərhələsinə hər biriniz əminəm ki, hazırlaşmısınız. Bəziləriniz onlayn hazırlaşmısınız, bəziləriniz əyani hazırlaşdınız, bəzi müəllimlərimiz hazırlaşarkən yazırdı, qeydlər götürürdü, bəziləri müəllimi görməyə üstünlük verirdi. Görürsünüzmü, hər bir şəxsin öyrənmə tərzi fərqlidir. Məsələn, elə biz müəllimlərdən birinci nümunələr gətirəcəm. Sertifikasiyanın imtahan mərhələsində elə müəllim var idi ki, bir ay Azərbaycan dili dərsimizə qoşulurdu. Deyirdi müəllim, mən onlayn şəkildə öyrənə bilmirəm. Amma elə müəllim var idi ki, aylarla onlayn Azərbaycan dili dərsimizdə olurdu. Niyə? Baxın, bir insanın öyrənmə tərzi onlayn şəkildə uyğun oldu, digəri uyğun olmadı. Deməli, hər bir şəxs müxtəlif yollarla öyrənir. Öyrənmə tərzi deyəndə budur. Şagirdlərimiz üçün də 4 cür öyrənmə var idi. Vizual, audial, kinestetik və oxuyub, yazaraq öyrənmə. İndi burada şəkillər verilibdir. Şəkillərdən sizə aydın olacaq. Vizual nədir? Gəlin baxaq. Vizualda görürsünüz ki, göz işarəsi var. Yəni, vizual öyrənmə tərzində artıq görməyə üstünlük veririk. Yəni ki, biz nə olur olsun öyrənən zaman mütləq öyrəndiklərimizi görməliyik. Məlumatı görməyə üstünlük veririk. Təsəvvürümüzdə onu vizuallaşdırırıq, yəni onu xəyalımızda canlandırırıq. Eyni zamanda qrafiklərdən, diaqramlardan, şəkillərdən və xəritələrdən istifadə edirik. Rənglərlə işarələyirik. Eyni zamanda qeydlərin şəklini çəkirik və rəngli yapışqanlı kağızlardan istifadə edirik. Bunların hamısı nəyə aiddir? Vizual öyrənmə tərzinə aiddir. Yəni, vizual öyrənənlər görməyə üstünlük verirlər. Məsələn, mən öz abituriyent illərimdən nümunə çəkəcəyəm. Yadıma gəlir ki, mən də vizuala üstünlük verən biriyəm. Çünki göz yaddaşımdan daha çox yadımda qalır. Yadıma gəlir ki, stolun üzərinə şəffaf bir örtük salmışdıq və örtüyün də altına tarixdə xronologiyalar hazırlayıb yığmışdım ki, boş vaxtımda elə bil harasa baxanda, necə deyim də, indi abituriyent ağlı ilə deyəcəm mən sizə, mən o xronologiyaları görüm, tarixləri görüm və yadımda saxlayım. İnanın ki, otaqda hər bir yerdə kağız var idi və mən başıma harasa çevirəndə orada tarixləri görürdüm ki, filan sülh müqaviləsi nə vaxt olubdu, filan müharibə nə vaxt olubdu və yaxud döyüş nə vaxt olubdu və yaxud hansı dövlətin əsası nə vaxt qoyulub. Orada tarixlərə baxırdım və artıq mən onu görməklə yadda saxlayırdım. Göz yaddaşı ilə. Bu artıq nədir? Bu vizualdır. Və yaxud burada yazıb ki, rəngli
yapışqanlardan istifadə, kağızlardan istifadə. Bu da nədir müəllimlər? Kitab evlərində bəlkə də qarşınıza çıxar, bəlkə də istifadə edirsiniz. Rəngli kağızlar olur, sarı, qırmızı, yaşıl rəngdə. Məsələn, mən abituriyent vaxtı bunlardan istifadə etmişəm. Üzərinə yazırdıq. Məsələn, laş şəkilsi işlənmə məqamından asılı olaraq parçalana da bilər, parçalanmaya da bilər. Yazırdıq və onu hardansa yapışdırırdıq və o göz yaddaşımızdan artıq bizim yadımızda qalırdı. Deməli, şagird var ki, necə öyrənir əziz müəllimlər? Vizual şəkildə öyrənir. Yəni, görməyə üstünlük verir. Deyir ki, nə olur olsun, mən görməliyəm. Müəllim var ki, dərsə qoşulana sual verir. Zəhra müəllim, biz sizi görəcəyik və yaxud da ki, PDF göstərəcəksiniz. Yəni, biz nəyinsə deyir, üzərində görəndə daha yaxşı öyrənmiş oluruq. Bu nədir? Bu vizual öyrənmədir. Sonra, ikinci gələcək, gəlin baxaq bir dəqiqə. İkinci gələcək audial öyrənmə. Audial öyrənmə deyəndə müəllimlər, baxın burada bir qulaq işarəsi bizə veribdir. Deməli biz burada nə edirik? Eşidirik. Audio sözü ilə yadda saxlayın. Biz artıq eşidərək öyrənirik. Yəni burada öyrənmək üçün əsas vasitə dinləməkdir. Dinləyirlər. Sonra eyni zamanda müzakirələr edirlər. Baxın, müzakirələr edirlər və yadda saxlamaq lazımdır ki, onlar məlumatı kimlənsə eşidəndə daha effektiv şəkildə onu başa düşürlər, ucadan oxuyurlar, oxuduqlarını öz-özlərinə danışırlar, yoldaşları ilə müzakirə edib səsli qeydlər aparırlar. Məsələn, biri var ki, mən sizə bunu şəkil kimi YouTube vasitəsilə təqdim edeyim və yaxud da ki, qruplarda atam. Bəzi müəllimlər olacaq, deyəcək Zəhra müəllim, olar ki, siz bunu səsli şəkildə izahını verəsiniz. Deməli, bu müəllimlər vizual öyrənmə tipinə aid deyil. Bunlar audial öyrənməyə aiddir. Yəni, eşitmək istəyirlər. Məsələn, biri var ki, mən sizə PDF atam. Çoxunuz deyəcəksiniz ki, müəllim, mən PDF ilə öyrənməyi sevmirəm. Eləniz olacaq deyəcəksiniz ki, müəllim, yəni bunu səsli şəkildə izah edin. Əgər səsli şəkildə izah varsa, bu audial öyrənmədir. Yox, görərək öyrənmə varsa, bu nədir? Vizual öyrənmədir. Daha sonra gəlir kinestetik öyrənmə. Kinestetik öyrənmədə də praktika var. Tətbiq etmək var. Yəni, onlar istəyirlər ki, toxunalar, quralar, nə isə yaradalar, tətbiq edərlər. Kinestetik öyrənmə belədir. Nə isə tətbiq etmək istəyirlər. Məsələn, plastilindən bir əşya hazırlamaq istəyirlər. Taxtadan, məsələn, bir əşya hazırlayırlar. Rezindən nəsə hazırlayırlar. Yəni, bu insanlar toxunaraq öyrənmək, praktikanı sevirlər, tətbiqi sevirlər, qurmağı, yaratmağı xoşlayırlar. Baxın, burada da işarəsi var. Bu da nə olacaq? Təbii ki, kinestetik öyrənməyə aid olacaq. İndi müəllimlər, bura qədər biz öyrəndik ki, nəyi öyrəndik? Gəlin bir daha təkrar edək. Biz öyrəndik ki, hər bir şəxsin müxtəlif öyrənmə tipi var. Hər bir şagirdin. Ola bilər ki, müsahibədə sizə sual verərlər ki, əgər şagirdiniz dərsə davamlı şəkildə hazırlıqsız gələrsə, nə edərsiniz? Deyəcəksiniz ki, ola bilər ki, mən şagirdimin öyrənmə tərzini bilmirəm və ona uyğun şəkildə şagirdə yanaşmamışam. Şagirdi dərsə cəlb etməkdən ötürü onun öyrənmə tərzini bilməliyəm. Uşaq var ki, sevir ki, müəllim lövhədə göstərsin, mən onu görüm. Görərək öyrənir. Bu uşaq vizuala aiddir. Uşaq var, yerində dura bilmir. Ancaq istəyir ki, tətbiq eləsin, hərəkət eləsin. Bu nəyə aiddir? Kinestetikə aiddir. Uşaq var, istəyir ki, eşitsin. Şagird var, istəyir ki, müzakirə eləsin. Oyunlar olsun. Yəni, sinifdə müzakirələr olsun. Bu nədir? Bu audiala aiddir. Bir də müəllimlər var, oxuyub yazaraq öyrənmə. Əslində mən bu öyrənmə tiplərinə baxıram və görürəm ki, məndə vaxtı ilə həm vizual olub, həm eyni zamanda oxuyub yazaraq öyrənmə olub. Oxuyub yazaraq öyrənmə odur ki, sən oxuduqlarını yazırsan, qeydlər götürürsən. Bəlkə də bu dəqiqə elə izləyici var ki, hal-hazırda məni YouTube'da dinləyə-dinləyə dəftərin bir tərəfinə yazdı ki, vizual öyrənmə nədir? Audial öyrənmə nədir və yaxud vako sözü ilə yadda saxlayaq. Əgər bu cür öyrənmə varsa, deməli siz nəsiniz? Oxuyub yazaraq öyrənmə tərzinə maliksiniz. Yəni ki, oxuyub yazaraq öyrənmə odur ki, sən eşitdiklərini, gördüklərinin hər birini yazırsan. Yəni, oxumaqla öyrənirsən, yazılı qeydlər edirsən, qeydlər əsasında
fikirlərini ümumiləşdirirsən, eyni zamanda kitabxanaya getməyi xoşlayırsan, mətni öz sözlərinizlə yazmağı xoşlayırsınız və s. kimi. Bu artıq nədir? Oxuyub yazaraq öyrənmə tipinə aiddir. Deməli, müəllimlər, biz bugünkü video izahdan öyrəndik ki, öyrənmə tərzləri dedikdə 4 cür öyrənmə tərzi nəzərdə tutulur. Vizual öyrənmə, audial öyrənmə, eyni zamanda kinestetik və oxuyub yazaraq öyrənmə. Getdiniz inşallah ki, sertifikasiyanın müsahibə mərhələsinə. Sual verdilər ki, öyrənmə tərzləri hansılardır? Əmin olun ki, bu video izaha baxsanız, onlara çox gözəl şəkildə cavab verə biləcəksiniz. Vizual, bir də təkrar edirik, audial, kinestetik və oxuyub yazaraq öyrənmə. Bu 4 cür öyrənmə tərzi ki var, hər bir şagirdin özünün öyrənmə tərzi var. Əli tutaq ki, deyir, mən PDF-i görmək istəyirəm. Vəli deyir ki, mən istəyirəm müəllim onu səsli şəkildə izah etsin. Nurəli də deyir ki, mən o gördüklərimi yazmaq istəyirəm. El uşaq da var ki, artıq nə edir? Tətbiq etmək istəyir. Bunların hamısı nədir? Bu 4 dənə öyrənmə tərzinin xüsusiyyətləridir. Əziz müəllimlər, izahımız bu qədər. Ümidvaram ki, bu tip ödənişsiz izahlarımız sizlər üçün faydalıdır. Əgər faydalıdırsa, mütləq rəy yazın, bəyənin ki, biz də sizlərin o rəyindən, bəyənməsindən və eyni zamanda kanala abunə olmağından yola çıxırıq və sizlər üçün davamlı şəkildə bu tip izahları kanala yükləyirik. Məndən bugünlük bu qədər. İnşallah ki, növbəti video izahlarda görüşənədək sağ olun.